Sən yuxuda uçursan, küləkləri hiss edirsən, sərbəstsən. Amma birdən yer üzündən sanki biri ipini kəsir və sən düşürsən. Ürəyin ağzından çıxacaq, nəfəsin kəsilir və o an, dəqiq o an yıxılmağa hazırlaşan anda oyanırsan. Bu təsadüf deyil, bu bir xatirədir. Bax belə əslində. Keçmiş həyatında sən bir qəhrəman idin, ya da bəlkə də qaçan bir məhbus. Çox yüksək bir yerdə idin, bir qala divarı ya da bir uçurumun kənarı. Dalında səni təqib edənlər var idi. Təhlükə hissi, tərəddüd ilə dolu anlar və atla qərarı gəldi. Atladın, uçmaq ümidi ilə. Amma uçmaq əvəzinə yerə sərildin. O son saniyələr, həmin hisslər, küləyin üzünə çırpınması, ürəyin sıxılması, dünyanın ətrafında fırlanması, hamısı beyninə həkk olunub. Və indi bu həyatda o yaddaş səni yuxuda ziyarət edir. Həmin ölüm anını yenidən yaşadırsan. O yuxunu gördükdə özünə de, bu mənim keçmişimdən bir parçadır. Mən bir dəfə sərildim və sağ qalmaq üçün geri qayıtdım. Sən də belə yuxular görürsənmi? Görürsənsə o ölüm nə ölümü idi?